Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Azərbaycan saatındayıq və bugün Natiq bəy Adilovla qəşəng bir söhbət eləyəcəyik. Çünki xeyli maraqlı məsələlər var. Natiq bəy, hər vaxtın xeyir olsun. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, Qənimət bəy, xoş gördük. Belə ilk baxışdan belə görünür ki, güya hansısa yeniliklər, planlar yoxdur. Amma Azərbaycan o ölkələrdəndir ki, orada hər saniyə hansısa bir inzibati, siyasi, kriminal baş verir və bu məsələlər haqqında hər gün danışmaq lazım gəlir, dəyərli izləyicilər. Amma öncə əlbəttə Milli Şuranın sədri professor Cəmil Həsənlini təbrik eləyək. Cəmil müəllimin bugün doğum günüdür. Müthiş adamdır Cəmil müəllim, çox nəhəng adamdır. Azərbaycan tarixini yaradan adamdır sözün hər iki mənasında. Mən yeri gəlmişim bir maraqlı faktı deyim. Tüm postsovet məkanında Cəmil Həsənli Harvard Universitetində ən çox kitabı çap olunan alimdir. Yəni böyük alimdir Cəmil müəllim. Kaş ki Azərbaycan elmini ən azından hələ mən bütün başqa tərəflərini qoyuram bir qırağa. Azərbaycan elmini, Azərbaycan elm məktəbini bütün dünyada Cəmil müəllim qədər təqdim etmə imkanı olan 10-15 nəfər adam olaydı. O cümlədən də əlbəttə bu tarix olan bu məsələlər çox əhəmiyyətlidir. Dünya tarixşünaslığının mühüm bir parçasına çevrilmək hər bir Azərbaycanlı üçün, hər bir bütövlükdə Azərbaycan üçün, Azərbaycan elmi üçün, Azərbaycanın siyasi taleyi və tarixi üçün çox mühümdür və Cəmil müəllim orada o möhtəşəm işlərlə məşğuldur o sahədə. Və biz əlbəttə onunla yaxınlığımıza, dostluğumuza görə fəxr edirik. Üstəlik mən iki qat fəxr edirəm ki, Cəmil müəllim həm də mənə universitetdə müəllimim olub, mənə dərs deyib. Belə o vaxtdan da çox yaxın dostluq münasibətlərimiz yaranıb və Tanrıya şükür ki, davam edir. Qənimət bəy, icazə verirsə mən də bir neçə kəlmə əlbəttə deyim. Mən əlbəttə ki, bütün o sizin də dediyiniz onlar da səninlə danışaq. Yəni bəli, əlbəttə bəy, vur getsin. Sən də dediyin bütün gözəl fikirləri bölüşürəm. Cəmil müəllim həm ziyalı, həm siyasətçi kimi Azərbaycanlıların üzün ağardan şəxsiyyətdir. Bu, yəni ad gününə görə bizim ənənəvi təriflərimiz kateqoriyasından deyil mənim dediyim sözlər. Onun o məhsuldarlığı, göstərdiyi mövqe, dirəniş həqiqətən də bir parlaq bir nümunədir və bütün Azərbaycanlıların fəxr edəcəyi bir nümunəni yaradır Cəmil müəllim. Onun o 2013-cü ildə mitinqlər zamanı yaxşı bir sözü var idi çıxışında. Deyilmişdi ki, qara günlü millətin ziyalısının ağ kəfəndə dəfn olmaq haqqı yoxdur. Yəni obrazlı bir ifadədir ki, millət əgər pis gündədirsə, qara gündədirsə, Azərbaycanın özünə ziyalı deyən insanı öz ailə maraqların, biznes maraqların, şəxsi planların yalnız düşünüb onunla yaşayıb sonra da rahat şəkildə ağ kəfənə bükülüb getməməlidir. Yəni lazımdırsa obrazlı şəkildə desək, o kəfən qana bələnməlidir, canın fəda verməlidir. Və Cəmil müəllim öz fəaliyyəti ilə təkcə bu gün yox, indi sən onu daha yaxşı tanıyırsan, mən də qiyabi olaraq onun xalq hərəkatı dövründə, ondan əvvəlki fəaliyyəti ilə tanışam. Bu gün də bütün fikrin, zikrin, yaradıcılığını ona qoyub Azərbaycanın bu talantsız sistemin ifşa eləsin, tənqid eləsin. Onun paralelində də biz görürük ki, Cəmil müəllim necə məhsuldarlıqla, Azərbaycan tarixi ilə bağlı yazılar qoyur, mövqelər qoyur. Hətta vaxt tapır ədəbi əsərləri də, yeni çıxan ədəbi əsərləri də oxuyur olaraq gözəl kommentariyələr yazır. Həqiqətən heyrət olması, yaxşı mənada paxıllıq ediləsi bir zəka sahibidir. Məsələnin insanı incidən və dəhşətə gətirən tərəfi ondan ibarətdir ki, sən də dediyin kimi dünyanın aparıcı ölkələri, universitetləri Cəmil müəllimə yüksək qonorar verir. Deyir ki, gəl bizim balalarımıza dərs keç, onun kitablarını dərc eləyir. Bu yaramazlar və danabaşlar onu Bakı dövlətdən uzaqlaşdırdılar. Müəllim kimi işləməkdən uzaqlaşdırdılar. Hətta hörmətli tamaşaçılar, Cəmil müəllim bir neçə il bundan əvvəl
müraciət elədi ki, orta məktəbdə pulsuz, təmənnasız, maaşsız Azərbaycan balalarına tarix dərsi keçməyə hazıram. Möhtəşəm bir təkliflə müraciət elədi, ona da imkan vermədilər. Ki, Cəmil müəllim getsin Azərbaycan balalarına bu cür alim. Yəni, düşünə bilirsiniz, bir Azərbaycanlı uşağı üçün, məktəblisi üçün bu necə böyük fürsət idi, imkan idi ki, həm elmə marağı yaransın, həm tarixi bilikləri olsun, həm də insan kimi formalaşsın. Bizim hər birimizin həyatında bu və ya başqa formada müəllimlərin rolu olur. Həyatımızda hansısa formada bir müəllimin sözü, hərəkəti, fikri bizə göstərdiyi istiqamət təsir göstərir. Və Cəmil müəllimdən dərs alınacaq o şagirdlər hökm deyil ki, hamısı gəlib siyasətçi olacaq idi. Amma elmin müxtəlif sahələrində, həyatın müxtəlif sahələrində o gördüyü, götürdüklərindən bir uğur əldə edə bilərdi. Onu da imkan vermirlər. Və axırıncı prosesə toxunaq. Və mən Cəmil müəllimi bu NKVD-yə deyirəm mən. Dövlət Təhlükəsizlik Xidmətinə çağıranda dedim ki, görəsən orada, o böyük binada çox yox, 10 nəfər zabit oldu ki, bu məsələyə görə daxilən vicdan əzabı keçirsin ki, biz bu kişini özümüz dəvət eləməliydik, qarşısına çay qoymalıydıq ki, Cəmil müəllim, gəl bu arxivdə işlə ki, o da işləyib zamanında da. Gəl işdə, burada araşdırma apar, tarixlə bağlı, o açılmayan qatlarla bağlı yaz, post, gələcəyimiz üçün araşdırma elə. Bunu eləmək yerinə Cəmil müəllimin onsuz da günü kitabxanalarda keçir də. İndi Bakıda olanlar bilən bilir. Mən Axundovda tez-tez rastlaşırdım ondan. Dövlət o arxiv idarəsində gedir. Ora onu xoş məramla dəvət eləyib, xahiş eləmək ki, gəl bizim arxivlərimizdə işlə, materiallarla tanış ol. Adamı çağırırlar nəyə görə? Dövlət çevrilişi eləmək, nə bilim, nə axmaq məsələlərdə şahid ifadəsi almaq istəyirlər. Bu, Azərbaycan elmi adına da, dövlət adına da biabırsılıqdır. Amma nə yaxşı ki, Cəmil müəllim bütün bu əzlaflıqlar qarşısında öz mətanətini qoruyur. Mən də ona təşəkkür edirəm, təbrik edirəm, var olsun. Həm Cəmil müəllim deyirəm, həm Cəmil bəy deyirəm. Çünki yeganə adamlardandır ki, bu iki anlayışın ikisini də özündə yaxşı mənada, müsbət mənada təcəssüm elətdirə bilir. Var olsun Cəmil bəyimiz. Bir yeri gəlmişəm, bir əlavəni də mən eləyim. Demək, Azərbaycanda bir ziyalılar forumu vardı, yaranmışdı. Burada yaxşı ziyalılar vardı. Bir balaca yeləsən kimi onların deməli hamısı nətər qarşı dağıldısa heç kimi qalmadı. Doğrudan baxırsan ki, yəni bunlar hamısı bu millətin problemlərini, dərdlərini danışmaq üçün ora yığışan, bir araya gələn adamlar idi. Belə təqdim olunurdu hər halda. Bəli. Amma ötəri bir toxunma ilə heç kim ortada qalmadı. Əlbəttə millətin onların elan etdiyi heç bir problemi həll olunmadı. Əksinə üst-üstə gəlməkdə davam eləyir. 13 il bundan əvvəl idi o söhbət. 2010-2011 bu illərdən 2014 il, 15 il bundan əvvəlki söhbətlərdir. Bu müddət ərzində Azərbaycanlıların bir millət olaraq, xalq olaraq, ölkə olaraq da Azərbaycanın problemləri bir hətta rəsmi ifadə ilə desək ki, ən azı bir 4 dəfə pisləşib, çünki 2 dəfə devalvasiya olub. O göstərici üzrə. Amma həmin ziyalılar hamısı qaçdı, dağıldı, pərən-pərən düşdü. Ortalıqda cəmi bir neçə nəfər qaldı ki, onların da ən parlaq nümayəndəsi Cəmil Həsənlidir. Əlbəttə. Əslində, Qənimət bəy, toxunduğum məsələ əməl məsələsində insanın sınağıdır da. Yəni, çox gözəl sözlər danışa bilərsən, çox gözəl fikirlər ifadə edə bilərsən. Bunlar da önəmlidir. Amma sən o bəyan elədiyin mövzularda özünü həyat sınağa çəkəndə necə davranırsan? Bax, bu insanların diqqətində çox qalır. Cəmiyyət ona fikir verir. Gözəl-gözəl danışdın, amma danışdığın şeyləri həyat sənin qarşına çıxardanda sən o imtahanı verə bilmədin. O Ziyalılar Birliyinin toplantısına mən də gedirdim. Yəni, jurnalist kimi. Bəli, orada çıxışlar edilirdi.
obrazlı şəkildə olsa da, məsələn, İlham Əliyevin adını bəziləri, çoxları çəkmirdi, Cəm müəllim və digərləri xaric. Amma o təşkilatı bir dənə belə silkələmək istəyəndə hökumət yoxa çıxdılar. Hə, bir də Gültəkin xanım qaldı da. Gültəkin xanım da o boyda müthiş əziyyətlərdən, əzablardan keçərək qaldı. Bəli. Ziyalılar Forumundan və Cəmil müəllim. Bir neçə nəfər bəlkə saymaq olar. Bəlkə Yəni imtahan, ona görə deyirəm ki, imtahan vermək çox önəmlidir. Mən dərslərdə deyildiyi imtahanı demirəm. Yəni həyatda imtahan verməmiş adamlar mənim hörmətim var, amma deyirəm ki, öz dilimdə deyirəm, onlara da demirəm. Deyirəm ki, elə bir sahə müvəkkilinin imtahanından keç, görək o səni çağıranda özü necə aparırsan. Ay sağ ol. Təzgün qalxır, şəkərin enir. Ondan sonra böyük söhbətlərlə müzakirə apararıq. Mən xüsusən o adamları nəzərdə tuturam ki, bizim özümüzü də yıxıb sürüyürlər, falan edirlər ki, danışmaqdan başqa bir şey bilmirsiniz. Məsələ ondadır ki, bizim danışan dostlarımız o imtahanı bir dəfə yox, hər gün yaşayırlar. Biz indi danışırıq, bəlkə də hansısa müxalifətçi cəbhəsi dostumuzu yenə polis çağırıb, yenə cinayət işi açırlar və yaxud da yenə güdürlər, həbsə atırlar. Yəni adamlar təkcə liderlər səviyyəsində yox, bizim sıravi üzvlərimiz var ki, 4-5 dəfə o ağır repressiyalardan keçiblər. Məsələn, Əzamin Salayev 3-cü dəfədir, həbsdədir. Artıq mən nə bilim belə nümunələr o qədərdir ki, Fuad Qəhrəmanlı 4 dəfə mühakimə olunub. Yəni sutkalıqları artıq biz saymırıq da Qənimət bəy, o sutkalıqlar özdə qabaq sutkalıq deyilirdi. Həqiqətən də bu sutka yadda canlanırdı da, bir sutka olurdu, 2 sutka olurdu. İndi aylıq da sutkalıqdır. Bir həftə olurdu, indi ay, 2 ay verirlər. 2 ay, 3 ay. İndi bəy, o danışmaqdan başqa heç nə bilmirsiniz ifadəsi ki var. O həyasızcasına düşünülmüş və ortalığa atılmış bir demagogiyadır. Çünki elə danışmaq lazımdır da bəs. Və bəs nə edəcəyik? Biz gedək indi kimisə, nə bilim, vuraq öldürəkmi, yoxsa silah alaq əlimizə? Biz dinc, demokratik qaydada böyük siyasi dəyişimlərin mütləq və mütləq zəruri olduğunu, zəruri olacağını iddia ediriksə, deyiriksə, biz nə etməliyik? Bunu danışmalıyıq. Bunu bütün kütlələrə izah etməliyik ki, ölkənin qarşısında hansı fəlakətlər var, ölkənin bu günündə və gələcəyi üçün hansı dəhşətli hadisələr var. Bundan danışmaq lazımdır. Bu məsələ burasındadır ki, biz elə danışmayan adamların ucbatından böyük fəlakətləri yaşayırıq. Danışmaq və daha çox danışmaq lazımdır. Ona görə də o demagogiyada yaşayan adamlar, o demagogiyanı yaşadan adamlar və özləri də o demagogiyanın ağuşunda yaşayan adamlar bilərəkdən, bir çox hallarda bilərəkdən həyasızlıq edirlər, ağırsızlıq edirlər. Millətin ziyalısının işi elə danışmaqdan ibarətdir. Bütün dünyada siyasət, jurnalistika bu sözdür, danışmaqdır. Və tək elə həqiqətən də adamlarımızın hamısı danışa bilərdi. Sadə adamları demirəm, Qənimət bəy. Özünə siyasətçi, jurnalist, ictimai xadim deyən adamların nə danışdığına siz fikir verirsiniz? Onlar həqiqətən danışırlarmı? Hesab eləyirsinizmi ki, onlar danışır? Şahvələt Çobanoğlu bir dəfə yaxşı yazı yazmışdı o vaxtı. Danışa-danışa susanlar ifadəsini işlətmişdi ki, deyirdi, bəzi adamlar susmaqların maskirovka eləmək üçün danışırlar. Danışırlar, əslində heç nə demirlər. Yəni adamlar var da, güya problemlə danışırlar, əslində problemin kökün gizlədirlər, örtbasdır edirlər, susqunluq edirlər. JEK müdürünün, nə bilim, icra başçısının, sürücüsünün, bağbanının əzlaf əməllərindən danışırlar. Amma danışmaq dedikdə bugün nəyi nəzərdə tuturam mən? Problemin kökü göstərilmirsə, xəstəyə dəqiq analiz qoyulmursa, ona dünyanın ən bahalı dəva, dərmanı yedirsən, vursan da onun canına ziyan eləyəcək. Çünki dəqiq diaqnoz önəmlidir. Bu siyasətdə də belədir. Əgər biz bu prosesi, bütün bu Azərbaycandakı problemlərin kökünün İlham Əliyevə, onun qurduğu sülalə rejimi ilə əlaqələndirmiriksə, bizim tənqidçilik danışdığımız
Danışmaq Cəfəngiyatdan demək başqa deyil. bir şey Hə, deyil. danışmaq demək deyil. İnsanların başını allatmaqdan başqa bir şey deyil və həqiqətən də bu cür danışan adamlar çoxdursa Azərbaycanda, bizə də xəbər verin. Məsələn, Qənimət bəy, mən bilirəm ki, hər gün müsahib axtarışında çətinliklər çəkir. Tək o adamlar çox olardı. Biz də dəvət eləyərdik, burada danışardılar. Nəinki ümumiyyətlə Qənimət bəy, Azərbaycanda artıq, yəqin siz də müşahidə eləyibsiniz, hörmətli tamaşaçılar, artıq adi tənqidçilərin də susturulma mərhələsinə başlandı. Əlbəttə. İlhamı yox ha. Yəni adi o ümumi güzarandan, haqsızlıqdan, ümumi mövzuda şikayətlənənlər barəsində ölçü götürülür. Mən bir dənə hadisəni deyim, Qənimət bəy, dünən izlədim. Hakimiyyət televiziyalarından biri bir reportaj hazırlayıb. Laçın rayonuna bir soydaşımızı köçürdüblər, qaçqını, məcburi köçkünü. Bu da şikayətlənir ki, ya qardaş, biz buradan köçəndə 92-ci ilin yanvarına qədər işıq pulu, nə bilim nə, kommunal xidmətləri ödədiyim çekləri saxlayıb, məsuliyyətli vətəndaş olub. Və deyir ki, bax, mənə indi öz evimi veriblər, amma mənim həyətimdə də dədəmin, babamın bir artırması olub, başqa bir tikili olub, böyük. Onu da göstərirlər. O da var Qənimət bəy. Deyir, indi bizim haqqımızda qayıtmışıq bura, bu evi veribsiniz, çox sağ olun. Bunu da verin də, bunun kağızı da məndədir ki, mənim olub. Həmin o binanı göstərir. Orada indi o ərazi üzrə cavabdeh bir xanımı danışdırırlar. Deyir ki, bəli, bunların olub, amma biz yoxlamışıq, o yaşayış üçün əlverişsizdir. Komissiya qərar verib ki, o yaşayış obyekti ola bilməz. Ona görə oranı kimsə döndərib eləyib kafe. Adamın mülkiyyətini əlindən alıblar. Deyirlər ki, burada yaşamaq. Eləyiblər kafe. Deyirlər ki, burada yaşamaq olmaz. Və ən önəmlisi, axırda bilirsiniz nə deyirlər? Yəni, reportaj belə bitir ki, bütün bu deyilənlərdən, görülənlərdən çıxan nəticə budur ki, filankəs Qarabağda aparılan tikinti, quruculuq işlərinə kölgə yaxmaqla məşğuldur. Bir onu əlavə eləmədilər ki, erməni bunu danışdırır. Erməni pərəst qüvvələr bunu danışdırır ki, Qarabağda bu cür işlər aparılır. Sən gəlib babanın, dədənin mülkünü niyə tələb edirsən? Və bu birinci belə hadisə deyil də, Qənimət bəy. Mən bunu təsadüfi saymıram. Tamaşaçılarımızın yadına düşəcək, bir qədər əvvəl də Cəbrayıldan idi, Zəngilandan bir zavallı kişini az qala Ramiz Mehdiyevdən betər vətən xaini çıxarsınlar. Bütün o trolların, bütün o jurnalistlərin onun əleyhinə yönəltdilər, reportajlar, statuslar yazdırdı. Niyə görə? Bu adam deyib ki, bizə verilən kompensasiya mı, plan mı qaydasında deyil və yaxud da azdır. Dilə gətirib. Bunun ahdılar, Arifibin tökdülər ki, bu mitinqlərdə çıxış eləyib ki, bəs torpaqlarımız qayıtsın, biz ayaq-yalın da ora getməyə hazırıq. İndi bu nədir? Kompensasiya istəyir. Kompensasiya tələb eləyir dövlətdən. Qənimət bəy, ona bir qanut durdular o kişiyə. Düşünərdin ki, bu kişi bizim yeraltı, yerüstü sərvətlərimizi uğurlayıb və peşkəş eləyib əcnəblərə, İrana, Turana və bunun ciddi bir cinayəti ifşa olunur. İkinci bir hadisəni də xatırladım. Üçüncü. Bir dənəsi də Ağdamda olmuşdu. Adam evinin divarını çəkib göstərmişdi ki, bu yanığına davamı olmayan materialdan tikiblər, qəzalıdır. Abrın tökdülər ki, sən tikinti quruculuq işlərin, orada Müzəffər komandanın apardığı işləri görmürsən, süni şəkildə ajotaj yaradırsan. Bütün bunlar hamısı ona hesablanıb ki, tamaşaçılarımız, xüsusən Qarabağdan olanlar ehtiyatlı olsunlar. Sizin nə qədər ki İlham Əliyev hakimiyyətdədir, adi məsələlərdən, hətta havadan, sudan, otdan, bitkidən də şikayət eləmək haqqınız əlinizdən alınıb. Onu dilə gətirən kimi sizin boynunuzdan o maddə asılacaq ki, Qarabağda görülən işləri Müzəffər Ali Baş Dəmir Yumruğun gördüyü işlərə xəlal gətirən bir şəxssiz. Qarabağ alınıb, torpaqlar alınıb, sakitcənə durun, nə otdan, nə havadan, ayaqqabının rəngindən, nə bilim, havanın çirkliyindən, danışmaq olmaz. Ancaq tərif və dəmir yumruq. Vəssalam. Orada bir maraqlı məsələ də var. Belə bu Qarabağ mövzusuna girişmişkən, demək, həm də izləyicilər üçün maraqlı olar da bu məlumat.
2020-ci ildən indiyə qədər, dəyərli izləyicilər, 2020-ci ildə işğal olunmuş ərazilərimiz işğaldan azad ediləndən indiyə qədər həmin ərazilərin bərpası adı ilə 25 milyard manatdan yuxarı vəsaitin xərcləndiyini deyirlər və 2026-cı ilin sonuna qədər bu rəqəm olacaq 30 milyard manat. 30 milyard manat. Azərbaycanın illik büdcəsinə aşağı yuxarı bərabər bir göstəricidir və yaxud da Azərbaycanın büdcəsindən hətta bir iki dəfə də artıqdır deyə bilərik. Niyə? Çünki büdcəyə ayrılan vəsaitin yarısı ən azı haqqən quru yerdən, heç bir belə tam məsuliyyətlə, yoxlamadan, planla, analiz eləmədən deyə bilərsən ki, yeyilir. Yəni, büdcənin yerdə qalan hissəsindən 2 dəfə artıq bir məbləğ o ərazilərin abadlığı üçün güya xərclənib və ortalıqda heç nə yoxdur. Heç nə yoxdur. Heç bir nəzarət yoxdur Qənimət bəy, heç bir şəffaflıq yoxdur və dediyimiz kimi Azərbaycan hökuməti böyük bir qorxu mühiti yaradıb ki, orada aparılan tikinti işləri, tenderlər falan barədə kim ağzını açıb danışsa vətən xaini elan olsun. Əslində bunu hər verilişdə təkrarlamaq istəyirəm. İlham Əliyev şəhidlərin qanından, qazilərin o yaralanan canından öz korrupsiyasını, zülmün maskirovka eləmək üçün istifadə edir. Fikir verin. Neft sektorunda baş verənlərlə bağlı yenə az para bizim iqtisadçılar nəsə yaza bilir, tənqid eləyə bilir. Qarabağla oradakı tikinti, tender işləri ilə bağlı yeganə yazan iqtisadçılardan məncə yeganəsi siyasətçi Qubad İbadoğlu idi. Qubad bəy də necə şərləyib susturdular, hamımız bilirik. Yəni orada Qənimət bəyin səsləndirdiyi rəqəm çox böyük rəqəmdir, əziz dostlar. Azərbaycan büdcəsinin milyarddır da, milyard. 30 milyarda qədər pul xərclənib. Xərclənməlidir də, biz xərclənməsinin əleyhinə deyil, amma necə xərclənir? Hansı işlər görür, hansı qiymətə qoyur? O işlər görünür. Bu böyük sual altındadır. Çünki orada Qarabağda talan var. Qarabağda talan var. Və Qənimət bəy, yəqin sizə də çoxlu şikayətlər gəlir. Son 7-8 ayda Qarabağda çalışan, fəhləli eləyən azı bir 20-25 dəstə mənə şikayət göndərib ki, qardaş, pulumuzu ala bilmirik. Aylıq puldan da söhbət getmir. Yəni ayın başında vermirlər, tutaq ki, 3-4 gün gecikməyin məsələsindən danışmıram. Aylarla 4 ay, 5 ay, 7 ay əmək haqqısını almayan fəhlələr var. Çoxun bezdirirlər ki, deyirlər ki, gedəcək də, bezib gedəcək. İşlədirlər 1-2 ay, sonra verirlər. Və bu şəraitdə yaradırlar ki, heç kim şikayət eləməsin, dillənməsin, Qarabağı tikilir. Halbuki bu pullar ayrılıb, hansı tenderlər həyata keçirir, hansı şirkətlər tikir, necə tikir, hansı müsahibədən çıxıb, hansı qiymətə tikir, bu barədə heç bir xəbər yoxdur. Qalan ərazilər də var idi ki, bu kənd təsərrüfatına yararlı, öz şirkətləri ilə, ailə şirkətləri ilə bölüşdürüblər. Qarabağ əhalisinə də deyirlər ki, hələ ki, bura turist kimi gəlin, gəzin, baxın. Sonra baxarım. Keçən verilişdə danışdıq, Qənimət bəy, İlham Əliyev yenə o yalanı, manipulyasiyanı təkrar elədiyinə görə, o yalan deməkdən çəkinmədiyi kimi, ar eləmədiyi kimi biz həqiqəti təkrar eləməkdən utanmamalıyıq, yol verməliyik. 70 min deyir, insan köçüb Qarabağa. 70 minin 7 mini sakindir, əziz dostlar, 7 mini. Qalanlar hamısı o şirkət işçiləridir, hərbiçilərdir, polisdir, prokurorluqdur, tələbələrdir. 5 illərin ərzində 7 min insan köçüb. Mənlə razı olarsınız ki, o 30 milyardın tutaq ki, 10 milyardı birbaşa insanların özünə yönəlsəydi ki, sizin orada yerləşməyiniz üçün, hətta dövlətin vahid formada müəyyənləşdirdiyi qaydalar əsasında evinizi tikin, eşiyinizi tikin, bundan daha çox, daha sürətli şəkildə insanlar gedib orada yerləşdirilər. Qarabağda təkrarlamaq istəyirəm, böyük bir talan var. Sizin gətirdiyiniz rəqəm bunun baş aşkar nümunəsidir. İkinci bir tərəfdən, yəni həm büdcədən uğurlayırlar, həm də ki, oradakı qalan torpaqlar var idi. Onları da qanunsuz olaraq, heç bir torpaq islahatı olmadan, insanlara müzakirə olmadan, mülkləri birləşdirirlər, torpaqları birləşdirirlər, ərazi dəyişikliyi yaparlar və
istismar eləyirlər. Dəhşətli istismar var. Bəy, mən bu bir maraqlı məsələyə toxunum. Çünki bu xərclərin bir xeyli hissəsində ayrıldığı bir şey var da. Mina təmizləmə avanturası var. Birincisi, açıq mənbələrdən götürə biləcəyimiz bir şeylər var. Nəyi nəzərdə tuturam? Məsələn, o günlərdə mən YouTube kanalına qoydum. ANAMA var, mina təmizləyən agentlik, elədirmi? Bəli. Bu ANAMA mətbuat fonduna 6.5 milyon manat qrant verir. Mina təmizləmə agentliyi hansısa mətbuat fonduna 6 milyon manat, 6.5 milyon manat qrant verir. Adam da fikirləşir, niyə? Yəni. Niyəsi aydındır, Qənimət bəy, sənin dostluğa verirlər. Umud Rəhimoğlu ki, yoxdur. Arkadaş, dəxli yoxdur. Dostumun da başına dönüm, belə qadasını alım. O, mən əmin deyiləm ki, Qənimət bəylə dostluğu yoxdur, amma Qənimət bəy tanıyır onu, ona görə. Yox, əlbəttə yaxından tanıyıram, bilə, hörmətim də var, münasibətimiz də var, bütün bunların hamısı öz yerində. Amma axı, mən heç inanmıram da ki, bütün bunlar orada konkret həm hansı mətbuat fondunun rəhbərliyinin, təmsilçisinin iradəsi ilə həll olunan məsələlərdir. Çünki mina təmizləyən agent bu istehsal müəssisəsi deyil, bu büdcə təşkilatı deyil, bu yerli və xarici yardımların hesabına fəaliyyət göstərən, özü də güya insanları ölümdən, qırğından falandan xilas etməli olan bir təsisatdır. O nətər qrant verə bilər ki, ümumiyyətlə? Yəni necə ola bilər də? Yəni bu mümkün olan bir məsələ deyil, amma bunu eləyiblər. Bu hələ məsələnin bir xırda tərəfidir. Bir də daha bir gərgin və maraqlı görünə biləcək bir şey deyim. Bu artıq rəsmən qeydə alınmayan kağız-şoğuz seriyasındandır. Deməli, Natiq bəy, mənim bir tələbə yoldaşım indi axtarıb tapıb bəlkə də yazığı, amma hardan tapacaqlar ki? Mən 50 yerdə oxumuşam. Demirəm, hardan tələbə yoldaşımdır. Bu mina təmizləyənlərin arasındadır. Adam nə deyir bəy? Adam deyir ki, valla deyir, minazat söhbəti yoxdur. Yox da deyir, minazat bütün bunların hamısı qeyri-ciddi söhbətlərdir. Biz də deyir, doldururlar ora. Bu səbəb yağıntı olmayan havalarda bıraxırlar əraziyə ki, gedin. Çox vaxtlar bir neçə gün qalırıq deyir orada və zad eləyirik. Orada deyir, nə bilim, o yerli vəhşi heyvanlar yoxdur. Onlar avtomatla zaddan vururuq, kebab eləyirik, yeyirik, bir neçə gün günümüzü keçirdik, qayıdıb gəlir. Adda olur ki, mina təmizləyir. Heç bir şübhəm yoxdur. Artıq müharibə falan da qutarıb, burada bir sir falan da yoxdur və bunu deməyim də qətiyyən ordunu aşağılama falan kimi qəbul oluna bilməz. Deməli, mən ön cəbhədə xidmət eləmişəm, yəni o 0. Burada istehkamçılar deyirdilər də, onlara o mina bastıranlar. Sapyor, istehkamçı. Sapyor, bəli, istehkamçılar. Onun komandiri çox şən bir yoldaşı idi, mənimlə də dostluğu var idi. Deyirdi ki, Natiq, və onlar vaxtaşırı o səngərdən önə keçib mina düzürdülər. Çox da qabiliyyətli, bilikli, peşəkar bir zabit idi. Deyirdi ki, mən neçə ildə artıq o işi tək görürəm, əskərləri falan götürmürəm özümlə. Deyirdim, nəyə görə? Deyirdi ki, biz işi yaxşı görəndə maşallahdan başqa heç nə qazanmır. O, yəni bir dənə uzaqbaşı təşəkkür görürlər. Amma indi əskərdir də, gənc əskərlərdir, ehtiyatsızlıq edirlər, əllərində mina partlayıb. Ölüb eləsələr zülümdür də, prokurorluq çəkib ciyarımızı çıxardır. Ona görə özüm gedirəm, özüm. Orada da indi məsələn kağızda yazılıb 10 dənə mina bastırılmalıdır. Onu elə bir işdir ki, Qənimət bəy, o məşhur söz var da, deyir ki, sapyorlar bir dəfə səhv edir. Bir dəfə səhv edirlər. Yəni partladı get. Yəni bu adam düzür, gedir orada məsələn 40 dənə mina düzməlidir. 4-ün düzür, 50-sin məsələn 30-un da tullayır o tərəfə və ya da götürür, gətirir. Onu ikinci bir adamın yoxlamaq imkanı yoxdur. Başa düşürsünüzmü? Ki getsin, yoxlasın ora. Ona görə heç şübhə eləmirəm. Yəni erməni tərəfdə də çox güman ki belə idi. Üstəlik də ki, Qənimət bəy, biz tələb eləyirdik o minaların xəritəsi falan. Azərbaycan hökuməti deməlidir ki, bax
Bu əsirləri zad da qaytardıq. Xocalıda soyqırım eləmiş əsirləri. Nə oldu? Bax, Azərbaycan ictimaiyyətinin başını ağrıtmışdıq ki, mina siyahları ermənilər cığallıq eləyir. Bəs rəsmi cavab nədən ibarətdir? Harda qaldı bu söhbət? Sülh quruculuq aparırıq, humanizm siyasəti aparırıq. Bu mina siyahları harda olmalıdır? Hərçənd dediyim kimi, Qənimət bəy, o siyahılar zatlar hamısı armal bir şeylərdir. O xəritə istəyirlər yönəm. Günəş altında, nə bilim elə vəhşi heyvanların tapdağı altında, sonra o otlar ki orada yandırılırdı vaxtaşırı ermənilər tərəfdən, biz tərəfdən. Bir çoxu sıradan çıxıb yararsız hala düşüb. İstənilən halda amma bir iş getməlidir də. İş getməlidir, aydınlaşmalıdır. O axı minalı zonalarda Qənimət bəy, bütün o işğal altında olan torpaqlar mina altına bastırılmayıb ki, ermənilərin orada təsərrüfatları olub, əkiblər, becəriblər. İndi onlarla bağlı bir Azərbaycan xalqının nə vaxt cavab veriləcək və yaxud da hesabat veriləcək. İndi orada konkret şirkətlər var da, balıqçılıqla, inəkçiliklə, nə bilim, qatırçılıqla, taxılçılıqla məşğul olan. Onların gəlirləri nə qədərdir? Bax, niyə Azərbaycan hökuməti, kənd təsərrüfatı, sonra müxtəlif işlər üzrə nazir Mikayıl Cabbarov çıxıb demir ki, 5 il ərzində oradan 5 kilo kartof çıxartdıq, pomidor çıxartdıq. O da büdcəmizə 5 manat. Yoxdur, heç o barədə heç bir şey hesabat yoxdur. Çünki ailə təsərrüfatlardır bunlar, Qənimət bəy. Qarabağ Əliyev yadelli işğaldan xilas olub şəhidlərimizin, qazilərimizin sayəsində. Yadelli işğaldan xilas olub düşüb milli işğal. Milli işğal altına deyəcəkdim. Milli işğal altına düşüb və ona görə də ağılla gəlməz dərəcədə nəhəng korrupsiyalar var. İndi həmin o Qarabağ zonası Azərbaycan korrupsiyasının ana vətəni elan eləyə biləcəyimiz bir ünvana çevrilib, dəyərli izləyicilər. İndi rəqəmi dedikdə 5 ildə 25 milyard ilə ortaya 30 milyard olacaq, bəli. İndi olacaq 30 milyard. Orada nə qədər iş görülüb ki? Orada mən fikirləşən 5-6 milyardlıq bəlkə də gerçəkdən iş görürlər. Amma onların da bəlkə xeyli hissəsi zaddır. Bu İlham Əliyevin otelləri falanları. Adam özünə ailə biznesi olaraq otel tikir. Orada açılan bütün oteller, bu günlərdə birində Şuşada göstərdilər, 7-8 ulduzlu super bir otel falan. Adam özünə otel tikib, ailəsi üçün də biznes təsərrüfatı olaraq, biznes işi olaraq. Bunu yıxırlar büdcənin boynuna ki, büdcə vəsaitləri hesabına tikirlər. Sonra da məngəliyirlər, keçirdirlər kitabdan kitaba salıb öz adlarına. İndi bir təzə Mikayıl Cabbarov da tapıblar axı zat. Nədir gedərin adı? Sahil Babayev. Sahil Babayev indi bir zamanların Mikayıl Cabbarovunun yerinə çox sürətlə keçib və bəlkə də oraya oturub orada açığı. Hiss eləyirmi? Yəqin izləyicilər də fərqindədir ki, indi Sahil Mikayıl Cabbarovun səsi, sədası çox da gəlmir elə. Yüksəklərdən falanlardan eşidilmir. Özü ortalıqlarda görünmür. Tamam, çoxdan da təzə vəzifə vermir. Çoxdan da təzə vəzifədə falan da adı, familiyası elan olunmur. Baxmayın, köhnə vəzifələri siyahısı da uzun bir siyahıdır. Böyük bir vəzifə siyahısı var. Amma Sahil Babayev bu qardaş indi Əliyev mafiyasının yeni ikinci Mikayıl Cabbarov'dur. Maliyyə Nazirinin də hamının ona iş düşür də. Hamı büdcə vəsaitlərindən biraz özünə daha çox pay qopartmaq, rüşvət plan verənlər də var çoxlu sayda ki, məsələn, bu il bizim naziriyyə orada əlavə hansısa bəndləri, bəli, görün, baxım elə görə başımıza nə iş gəlir falan kimi belə məsələlər. Belə fırıllaq işlərlə məşğuldular, dəyərli izləyicilər, bu alçaqlar. Və o qədər pulun paranı da başına daş salıblar. Heç bir hesabat da yox ortalıqda. Natiq bəyin dediyi kimi, orada kim nə əkir, kim nə biçir, ümumiyyətlə nəsə əkilib biçilirmi? Biz nədir gördüyümüz sonra qızıl-mızıl çıxardılar. Təzədən oraya gətiriblər bu haqqı hesabı Rıza vəzirini.
Söyüdlüdə cəmaatın başına oyun gətirən həmin Roza Vəzirini təzədən gətirib İlham Əliyevin ailə şirkətinin başçısı olaraq qoyublar ora. Oranı da zəhər yeyəcəklər. Oradan ümumiyyətlə nə qədər metal çıxır, nə qədər qiymətli metal çıxır, nə qədər elə-belə metal dəmir çıxır. Heç bir nəyi yoxdur, heç bir hesabatı planı yoxdur və belə görünür ki, açığı heç olmayacaq da. Çünki artıq cəmiyyət hesabat veriləcək bir ünvan olaraq qalmayıb Azərbaycan cəmiyyətini. Hesabat veriləcək bir adres kimi İlham Əliyev tanımır. Tanımır da, yəni heç vecinə dalmır ki, belə bir xalq var və o xalqın söhbət yalnız informasiya almaqdan getmir. O xalqın özünə məxsus olan əmlakın, pulun, sərvətin hara, hansı istiqamətlərə yönəldiyi ilə bağlı məlumat almaq hüququ var. O belə şeyləri hesab eləmir. Mənimdir, özüm bilərəm. Kimə nə dəxli var, kimi belə bir səfih bir yanaşma ilə. Niyə? Çünki hərçənd açığı olmalıdır. Sağda solda baş verən bu işlərdə ki var, bu İran inqilabı falan. İndi çoxları deyə bilər, İranda bu prosesləri körükləyən xarici düşmənlər falanlar var. İstənilən ölkənin belə götürəndə xoşu gələn və xoşu gəlməyən ölkələr var, dövlətlər var. O bir ayrı məsələdir. Kimin harada hansı marağı var, böyük dövlətlərin, kiçik dövlətlərdə, kiçik dövlətlərin böyük dövlətlərdən istəyəcəyi bir şeylər var. Amma axı bu elə ilk dəfə də deyil ki, İranda belə hadisələr baş verir. Mən İran məsələlərini danışmaq niyyətində deyiləm. Sadəcə İlham Əliyevin özünə və Azərbaycan xalqına nəzərinə çatdırmaq istəyirəm ki, yəni belə hadisələr baş verir. Görəsən İlham Əliyev məsələn fikirləşirmi ki, axı bu İran məsələləri bizim üçün də çox ciddi bir paza çevrilə bilər. Yoxsa ümumiyyətlə belə hesab edir ki, bizim cəmaat o havada deyil. Çox maraqlı sual da. Niyə görürsən İlham Əliyev fikirləşirmi ki, Azərbaycan xalqının da heç siyasi haqları, hüquqları qoyulan bir tərəfə. Sadəcə sosial haqlara görə, iqtisadi azadlıqlara görə qiyam qaldıra biləcək bir əsasları var və bu əsaslar da hər gün daha da artır. Varmı belə bir düşüncəsi görəsən İlham Əliyevin, Natiq bəy? Məncə var, Qənimət bəy. Məncə var. Biz onun həm axırıncı jurnalistlərlə müsahibəsini diqqətlə dinlədiksə, həm də yeni il çıxışın. Mən açığı İlham Əliyevin əvvəlki çıxışları ilə bu çıxışı müqayisə eləyəndə onda bir pərişanlıq, pessimizm hiss elədim. Qarabağdakı çıxışında da baxa bilərsiniz ki, İlham əvvəlki hörüldəyən İlham deyil. Əvvəlki kimi bu guruldamır. O birinci pulun azaldığını hiss eləyir. Əlbəttə ki, neftimiz azalır, qiymətdə düşür. Dünən də artıq 70 neçə oldu və Venezuelanın ki o aşıb-daşan neftin Amerika dünya bazarına çıxardanda böyük ehtimal ki, dünya bazarında neftin qiymətinə təsir göstərəcək və bunların fonunda da Qarabağda korrupsiyanın planın hamısı öz yerində, amma müəyyən işlər də görülməlidir, pul xərc tələb eləyir. Və iqtisadi vəziyyət, əhalinin vəziyyəti də çox çətindir və onu həll eləmək nə qüdrəti, nə marağı, nə imkanı da İlham Əliyevin qalmayıb. Nə də qabiliyyət də yox. Sosial gərginliyi, Qənimət bəy, sosial gərginliyi o çox yaxşı bilir. Bilir ki, əhali azlıq, səfalətlə boğuşur. Bu artıq ritorik çıxış deyil. Biz hər gün Azərbaycan insanlarının necə çarəsiz qaldığını sosial şəbəkələrdən biz görürük. Azərbaycanda yaşayanlar da elə real həyatlarından görür. Bir dənə kənara çıxma eləyim, Qənimət bəy. Dünən bir yoldaş mənə link atdı, dedi ki, TikTokda gir bax. Mən də axır vaxtlar TikToka da video qoyduğuma görə oranın fenomenləri mənə tanış eləmək istəyirdim. Girdim, baxdım, cavan bir oğlan da Azərbaycanlı. Eyni vaxtda 15.000 insan baxırdı bu yayıma. Yayım nədən gedirdi? Dedim, bunun hikməti nədir? Niyə bu qədər adam var? Deyir ki, bu adam kartları qoyur ora, Qənimət bəy. Adamlar bu ana müraciət eləyir. Elə bilginən ki, TikTokun Heydər Əliyev fondudur. Cavan bir oğlan. Ona müraciət eləyirlər. O da hansı prinsiplər əsasındaysa o adamları seçir, qayda müəyyən eləyib ki, 5 dəqiqəyə buna nə qədər pul gəldi, gəldi.
və beləcə o adamlara yardım olur. İndi mən onu yaxşı tanımıram, bilmirəm bu prosesi həqiqətən eləyir, saxtakarlıq, maxinasiya var, yoxsa yox. Əgər həqiqətən eləyirsə çox sağ olsun, təşəkkür. Diqqətimi çəkən nə idi? 15.000 adam baxır və nə qədər də adamlar yardım dillənir. Bəlkə də bu ağır sözdür. Amma bu həqiqətən mən qarışıq bütün Azərbaycanlıların necə dilənçi vəziyyətinə salındığını göstərir ki, adamlar hər gün bu yayım gedir qənimət və hər gün 15.000, 20.000 adam sıraya durub orada ki, bizə 5 dəqiqənin içərisində nə gələr, 5 manat, 10 manat, 20 manat o kartlara hansısa formada jeton atırlar. Bu ölkəmizin vəziyyətidir. Ölkədə bahalığın, qiymətlərin artması, günbəgün artması, sosial müdafiədən insanların məhrum olması aya da bəllidir, çaya da bəllidir, dəmir yumruq və burunlu İlham Əliyevə də bəllidir. Amma o onu həll etməkdən çox necə yatırtmaq barəsində planlar qurub. Siz də bu barədə danışmışsınız, başqa dostlarımızla, mən də. Polisə böyük imkanlar yaradıblar, böyük səlahiyyətlər verirlər, həm hüquqi, həm hüquqdan kənar. İstəyir ki, bu adam insanların etirazın dubinka ilə yatırsın. Amma dubinka dəyənək insanı əzə bilər, sakitləşdirə də bilər, yəni qışqırması var. Amma onun qarnının azlığın, xəstəliyin hələ dubinka çarəsindən gələ bilməyib. Dünyanın heç yerində polis dəyənəyinin belə bir kəraməti yoxdur ki, ac adamı doyuzdursun, onun dərdinə dərman olsun, dərman pulunu ödəsin və s. Belə bir yola çıxıb və bütün diktatorların bu lənətidir. Onlar elə bilir ki, həmişə filan diktator yaxşı edə bilmədi. Mən bu cəmiyyəti bu təzyiq altında axıra qədər saxlaya biləcəm. Mümkün deyil. Cəmiyyətdəki o gərginlik polisin sayını 10 dəfə də indikindən artırsa, səlahiyyətlərini də, nə bilim, ən müasir silahlarda versə, o total sosial narazılığı polis yatırtmaq gücündə deyil. Yəni, indi polis də bəzən yer gəlmişkən qəlmət ver bir şey deyim. Mən son günlər YouTube'a qoyduğum statuslara polis trollarının kütləvi hücumu var. Şərhlər yazırlar. Yəni, o həmişə olur. Bir qayda olaraq olur. Polis trolları çox aktivdir. Və belə təqdim eləmək istəyirlər. Bunu yazan polislərdir ki, polisi gözdən salmaq istəyir, qaralamaq istəyir. Kaş ki, Azərbaycan polisinin çox ağ, şəffaf obrazı, imici olaydı, elə ona qara yaxan Natiq olardı. Natiqin qara yaxması ilə polisin imici düşüb eləyən deyil. Və mən həqiqətən də polisi bir sinif kimi düşmən falan görmürəm. Çünki bilirsiniz də, Azərbaycan hökuməti belə təbliğ eləyir ki, adamlara, polis olmasa yata bilmərik, nə bilim, aləm qarışar falanlar. Mən demirəm ki, polis bir institut kimi ləğv olmalıdır. Bu, idealist anarxistlərin fikridir. Ciddi marksistlərin fikridir ki, o sinif olmamalı. Bir də mən deyirəm ki, polis adam balası olmalıdır. Qanun əsasında olmalıdır və yeri gəlmişkən Azərbaycan xalqını yoran o problemlər bizim polisləri də yorur. Bir neçə polis ola bilər ki, o strukturda tutaq ki, rəis mavini, nə bilim, əməliyyat rəhbəri. Onlar bəy kimi yaşayır, keyf içərisində yaşayır. Amma o sıravi heyət, təkcə mən rütbəsizləri nəzərdə tutmuram. Rütbəli polislərin də bir çoxu kredit içərisində boğulur. Övladına yaxşı pul təhsil verə bilmir. İntihar edənlər də var. Polisə də intihar edənləri var və Qənimət bəy, mən açıq bu yaxınlarda bilmişəm ki, polisin maaşı heç də belə göz çıxaracaq səviyyədə deyil. 10-15 il bundan əvvəl o maaş onlar üçün alababat sayıla bilib. Amma indi polis hardasa elə ortabab müəllim qədər maaş alır. Onlar da ondan narazıdır və bizim danışmağımız kimisə qaralamaq, hansısa bir institutla düşmənçilik falan deyil. Biz də istəyirik ki, ən azı qonşu ölkələrimizdə, Şərqi Avropa ölkələrindəki kimi bizim polisin də təminatı olsun və ən əsası polis işi ilə məşğul olsun. Qanunun onun üzərinə qoyduğu işlə məşğul olsun. Yoxsa 700 minlik yağ ordusu qalıb qıraqda, polis burada siyasi polemikaya girmək istəyir. Mənim argumentlərimi çöküzdürmək istəyir və yaxud da İlham Əliyevin necə böyük rəhbər olduğunu göstərmək istəyir. Polis gedib ictimai əsayişin qorunması ilə məşğul olmalıdır. Dövlətçiliyin həqiqi mənada keşiyində olmalıdır. Siyasətçilər də siyasətlə məşğul olmalıdır.
Polis maraqlı bir məsələ var polislə də bağlı. İndi Natiq bəy dövlət idarələrində əsasən də bu icra strukturlarında çox kütləvi ixtisarlar başlayıb. Hər halda belə hesab edirəm ki 10-15 min və yaxud daha artıq adam ixtisar ediləcək. İcra hakimiyyətlərində. İcra hakimiyyəti strukturlarında ora müxtəlif nazirliklər, planlar, zircibirlər hamısı daxildir. Mənim açığı bu ixtisara düşən həmin o nəhəng çox saylı adamlarla bağlı heç bir ürək ağrısı da keçirtmirəm. Çünki bu bir korrupsiya maşını idi da. Yəni bunlar nəhəng bir korrupsiya maşınıdır. O da elə işləyir. O cür işləyir. Əliyevin ailə korrupsiyasını təşkil etmək nə dövlət üçün, nə də millət üçün əhəmiyyətli, müqəddəs sayılacaq bir arqument deyil. Amma orada bir hiləgərlik də var. Demək, ixtisar eləyirlər kütləvi şəkildə icra strukturlarından. Ona görə ixtisar eləyirlər ki, həmin ştat vahidlərini götürüb atsınlar polisə. Axı İlham Əliyev bu daxili qoşunları, planları keçirtdi özünün məngələdi, özünün şəxsi nəyinə, sərəncamına. Güya ki, məsələn, o Daxili İşlər Nazirliyinin balansında olanda, nəzarətində olanda İlham Əliyevə asi çıxacaqdılar ki, hər halda indi İlham belə hesab eləyib ki, daha etibarlı olsun. Bir var bu vilayətə deyir ki, sən bax orada görək falan yerdə falan narahatlıqlar var. Onun nətəri yatızdıraq, yoxsa yatızdırmayaq. Bir də var ki, elə özü birbaşa, öz nəzarət altında. O artıq əlinin altında bəli. Vilayətə də görünür, inanmaq istəmir də ki, o da insan çiğsi dəmib birbaşa. O da birbaşa necə özünün nəzarətində olacaq ki, bu da bir debillikdir, açıq. Birbaşa o nəzarətdə olanda da yenə ora bir müdür qoymalısan da hər halda. O rəisi qoyarsan, o rəisin vasitəsilə ora nəzarət eləyərsən. Yəni, mən çatmırdı, prezidentin bilavasitə birbaşa nəzarəti altında olanda nə dəyişir və yaxud ümumiyyətlə nə dəyişə bilər. Hər halda görünür, daha zəhimli, daha əzəmətli görünmək istəyir qardaş. O özü bilər, bizim üçün elə bir onun soyuğu yoxdur zaten. Yəni, amma mənim Qəlmət bəy, sənin də dediklərindən və ya əvvəl dediklərimi də yekunlaşdıraraq onu demək istəyirəm ki, cəmiyyətdə ki, bu süslük var, bəzən bizim dostlarımızı o baxımdan narahat edir ki, belə sakit cəmiyyət üzərində İlham Əliyev hansı eksperimenti desən apara bilər. Yıxılan bütün diktatorlara baxsaq, zülm rejimlərinə baxsaq, elə belə olur da, o klassik ifadə ilə desək, tufanqabağı sakitçilik. Bax, elə bizim bu danışdığımız günlərdə Tunis inqilabının, üsyanının il dönümü tamam oldu. Elə yanvarın 14-ü 15-i Benəli arvadını götürüb qaçdı getdi. Tunis səliqəli, sahmanlı, belə stabil dövlət kimi görünürdü də, diktatura şəraitində. Bəli. Bir dənə göyərti satan özün yandırdı. Bütün ərəb coğrafiyası dəydi bir-birinə, hələ fırtınası indi də gedir. Yəni, bu cür haqsızlıqların fonunda cəmiyyətin sakit görünməyi əslində təriflənməməlidir. Narahat olunmalıdır ki, elə dövləti idarə edənlər də, siyasətçilər də, siyasətə qoşulmayanlar da düşünməlidir ki, burada nəsə bir anormallıq var. Bu qədər zülm qarşılığında oradan səs çıxmırsa, insanlar küçəyə tökülüb etiraz eləmirsə, səslərini ucatmırsa, burada bir işlər düz yolunda getmir. Çünki cəmiyyət bir canlı təsisatdır, reaksiya qabiliyyəti var. Reaksiya, yəni bir ona kənardan toxunan nəyəsə reaksiya verməlidir. Qiymət qalxırsa, iş yerləri bağlanırsa, polis vasitəsilə insanlar haqqı dediyinə görə şərlənirsə, öldürülürsə, zindanlara atılırsa, cəmiyyətdən səs çıxmırsa, bu elə əslində qorxulu bir şeydir yəni. Qorxulu bir şeydir. Yəni o saatlı mina kimi bir şeydir ki, bu partlamağı gözləyir, an gözləyir, məqam gözləyir. Məncə onu İlham Əliyev də bilir, görür. Sadəcə çarəni orada fikirləşir ki, başqa hansı qaykaları bağlayayım, başqa hansı tədbirlər seçim. Məsələn, trollarla bağlı, mətbuatla bağlı, siyasətçilərlə bağlı.
mühacirdə olanlarla bağlı. Ancaq istəyir ki, qapıları daha möhkəm bağlasın, pəncərələri daha çox bağlasın, amma elementar bir məntiqdir ki, bunu diktatorlar qəbul edə bilmir. Sıxdıqca onun partlama effektini daha da artırırsan. Qapatdıqca, təzyiqləri artdırdıqca əks təsir imkanların daha da yüksəldirsən. Bəy, mən bu troll demişkən bir məsələni, əslində bu indi bu danışacağım məsələ ilə bağlı biz çox danışmışıq, çox qeyd eləmişik, altından xətt çəkərək demişik. Həm də üstəlik polislə bağlı söhbət tam o baxımdan yerinə düşür. Polisdən nəsə bir şey qoyursan ortalığa, o YouTube'a. Bir görürsən ki, 2 saatın içində 600, 700, bəzən 1000, 1500 yorum gəlir. Əskəri komanda ilə işləyirlər, dəqiq müşahidə edirsiniz. Yox, belə polisin özünü qoruma instinktləri falanları baxımından yaxşıdır bəlkə də, belə qiymətləndirmək olar, ayıq-sayıqdılar. Bu can cəhənnəmə olsun. Amma heç axı İlham Əliyevin haqqında bir nə qədər şeylər danışırıq. Təbii iki Şvediyadan birinin, indi baxsan, YouTube-da qapaq fotolarına bax, orada görürsən də, qapaq fotolarının 90%'ində İlham Əliyevin ya şəkli var, ya da adı var, ya onun haqqında danışılır, söhbət gedir. 90%'ində elədir. İlham Əliyevin haqqında Mehribanın qovma əqrabasının korrupsiyası, cinayətləri haqqında nəsə danışsa heç kim vecnə deyil. Bu da mənə biraz toxunur ki, bunlar niyə prezidentin təəssübünü çəkmirlər görürsən? Yəni özlərini müdafiə üçün. Siz Qənimət bəy, mən də onu öz kanalımda müşahidə eləmişəm. Yəni polis haqqında bir şey gedən kimi bir tənqidi içərisinə təbii ki baxmırlar. Yəqin ki bunların bir mərkəzi var, mesajla idarə olunurlar. Amma eyni zamanda başlayır yazmağa. Yəni gözləmirlər ki biri yazsın 1 saat, sonra o birisi 2 saatdan sonra, o birisi 3 saatdan sonra. Eyni anın içərisində yüzlərlə, 500, 600 şərt yazır. Və əslində Qənimət bəy, bu Vilayət Eyvazovun Amma üzr istəyirəm, davam eləyərsən onu, amma bu təkcə polis deyil. Son zamanlar mən qəribə bir tendensiyanı müşahidə eləmişəm. Biri də prezidentin köməkçilərindən biri olan Hikmət Hacıyevdir. Bəli, bəli. Hikmət Hacıyevin də Daxili İşlər Nazirliyi qədər troll ordusu var. Onun da var. Onlar ikisi də bəy, xəbərdarlıq eləyirəm, nəticə çıxardarlar, lap yaxşı, çıxartmazlar da, lap əla. Onlar həyatları ilə çilingağaz oynayırlar. Niyə görə? Elə sənin özündən nümunə deyəcəm. Qənimət Zahidin təxminən 5-6 il bundan əvvəl bir videosu var idi. Prezidentin köməkçilərinə həsr olunmuşdu. Onların biznesi, maxinasiyaları ilə bağlı. Səhv eləmirəmsə 4 köməkçi haqqında idi Qənimət bəy. Hə, ola bilər. Mən Qənimətin o videosunu götürdüm, həm ayrıca qoydum öz kanalıma. Sonra hər köməkçi ilə bağlı hissələri kəsib yerləşdirdim. YouTube-da var, baxa bilərsiniz tamaşaçılar. Müşahidəm nə oldu? O zaman trolların atası Əli Həsənov idi. Fikir verdim ki, videoda ancaq videonun şərh hissəsində Əli Həsənov müdafiə olunur. Mesela amma Əli Həsənovdan əvvəldə, sonra da Qənimət Zahid prezidentin köməkçilərini tənqid eləmişdi. Onların maxinasiyalarını açmışlar. Bir Çopayoğlu troll o köməkçilərlə bağlı o birisilər haqqında heç nə yox idi, hə? Yazmamışdılar. Həm ümumi videoda, həm kəsdiyim videolarda ancaq Əli Həsənov müdafiə olunurdu. Mən onda bir status yazdım Facebook'da qalıb. Dedim ki, Əli Həsənov, sən çox böyük səhvə yol verirsən. Sən İlham Əliyevin nökərlərin özün üçün istifadə edirsən. Bu sənin üçün nəzərdə tutulmamışdı. O troll ordusu hakimiyyətdən sui-istifadədir, real. Bəli, sənə verilən səlahiyyətdən sui-istifadə edib İlhamın nökərlərin özün üçün istifadə edirsən. Bax, eyni şey Vilayət Eyvazov və Hikmət Hacıyev də elədir belə. Çünki bu iki qurumun səlahiyyətlərində troll ordusu var və bunlar nəyə görəsə yaddan çıxardıb ki, o troll və trollçalar Əlahəzrət və Ülahəzrətə yaltaqlanmaq, yarınmaq, nökərçilik etmək üçün. Üçündür də, ya bunların təyinatı odur. Bəli, mən onu müşahidə eləmişdim Qənimət bəy ki, polislə bağlı çox ciddi
troll ordusu səfərbər olun. Amma Mehriban haqqında tənqidlər olur, ailə üzvləri haqqında reportajlar olur ki, onların maxinasiyası ilə bağlı və s. ilhamla bağlı o trollların əskəri hazırlığını orada görə bilmirik. Yoxdur, veclərinə dalmırlar. Mənə də açıq belə bir tərəfdən toxunulur ki, təəssübünü çəkirəm də. Yəni İlham Əliyev indi bunların hamısının başqanıdır. Ölkənin prezidentidir. Ölkəni o təmsil edir və bütövlükdə bu cinayətkar komandanı da bu təmsil edir. Yaxşı, bunun haqqında bir kəlmə söz deyirsən, heç kimin vecinə deyil. Niyə? Nətər ola bilər ki? Necə ola bilər də bunu kimsə mənə izah eləməlidir ki, o necə olur? Bunlar İlhamın ümumiyyətlə özünün görəsən xəbəri varmı ki, bunun səlahiyyət verib vəzifəyə qoyduğu adamlar buna qarşı belə vicdansızcasına sabotaja yol verirlər. Sabotaj da bunun başqa da yoxdur. Bu məhz sabotajdır. Əslində Qənimət bəy, bu troll komandaların idarə edən kimdirsə, Hikmətdir və yaxud da vilayətdir. Bizim həqiqi müxalifətçi, azad jurnalist kimi onlara bir təşəkkür borcumuz da ondan ibarətdir ki, bunlar əslində o trollları da mahiyyətinə, fəlsəfəsinə uyğun işlətmirlər. Nəyə nəzərdə tuturam? Dünyada, əziz dostlar, trolling fəaliyyəti çox banal, sadə şəkildə izah etməyə çalışacağam. Nə deyilir? Təkcə yalanı sonsuz sayda tirajlamaq yox. Sən elə bir yalan deyirsən, iftira deyirsən, qeyri-həqiqət, elə formada onu ifadə edirsən, dildən dilə düşür. Yəni sənin ifadə elədiyin yalan, böhtan, əks fikir ildırım surəti ilə insanların dilinə düşür. İnsanlar onu ya ağılları o qədər yetmir çevikliklə müzakirə eləsin ki, bu sözü yazdı, qulağıma xoş gəldi, cəlb edici gəldi, amma bu yalandır. Ona görə yayılır qısa müddətlik elə bir öldürücü güllə saya bilərik qısa müddətdə. Amma çox təsirli olmalıdır trollun yazdığı, ifadə elədiyi fikir. Bunlar neyinir? Qənimət bəy götürürlər hazır fikirlərdir də, kopyalayıb atırlar. Kopyalayıb atırlar oraya, yəni əslində məhsuldarlığı da yoxdur, heç təsir qüvvəsi də yoxdur. Və bu da normaldır, çünki bunların əgər siyasətçiləri, akademikləri, deputatları, nazirləri bu polemikalara girə bilmir, azad jurnalistlərlə söhbət eləyə bilmir, siyasətçilərlə debat apara bilmirsə, bu yetim troll, zavallı troll gəlib Qənimət Zahidlə və yaxud da Əli Kərimli ilə, Cəmil Həsənli ilə, onun ifadə elədiyi fikirlərlə necə polemikaya girsin, necə bir ortaya yaradıcı, böhtan da olsa fikir qoysun. Ona görə həqiqətən onları nökər kimi işlədirlər. Hə, nökər ki, həm də keyfiyyətsiz nökər kimi deyil. Keyfiyyətsiz nökər kimi. Faydalı iş əmsalı aşağı olan nökər kimi. Hə, nökər. Çünki baxın, mən açığı bir şeyin fərqindəyəm də. Lap da şöyle yüzlərlə troll, necə gic əlaqəsiz şeylər yazır. Yüzlərlə troll. Elə bir-iki nəfər arada ona yazanda ki, o trolllar sürü kimi niyə doluşub bura, burada nə hürüşürlər. O bütün o yüzlərlə trollun yazdığının əhəmiyyəti itir. Bir də açıqca mən bilmirəm. Məsələn, YouTube yayınlarında konkret kimsə oxuyurum o rəyləri, görürsən. O yalnız hansısa bekar adam oxuya bilər və üstəlik o yorumlar, həmin troll yorumları konkret videonun baxış sayını artırırlar. Təhrik edirlər adamları ki, baxın. Çünki orada elə ağla gəlməz, dəhşətli, gic şeylər yazırlar ki, mən də qabağıma çıxıb, indi öz kanalımızda deyil, başqa kanallara baxın, bilirsin, o yorum yeri hərdən gözümə sataşır və bana təhrik edir ki, bu videoya baxın. Baxım, yəni, belə bir şeylər yazıblarsa, görüm nə deyib ki, yəni, adam burada od qoyub bilə, yoxsa qeyri-adi bir şeylər mi danışıb? Üstəlik, Qənimət bəy, YouTube'un algoritmi də elə işləyir ki, o algoritm baxmır ki, yazılan şərh pisdir, yoxsa yaxşıdır, avtomatik başqalarının da qarşısına o videoları çıxardır. Ona görə konkret materialın aktivinə yazır, göstəricilərinə, bəli. Nə qədər bacarırsınız yazın, bizə xeyir faydası var onun. Amma sadəcə olaraq bu ilhamdır, mehribandır, bunları mən nəzərinə çatdırıram ki, bu adamlar sizin pulunuzla fəaliyyət göstərir. Əgər bu ölkəni özünüzün təsərrüfatını sayırsınızsa, əgər Azərbaycanı İlham Əliyeviniz torpaq kimi, özünüzün torpaq sahəniz kimi nəzərdə tutursunuzsa,
bu torpaq sahəsinin və təsərrüfatın içində olan, orada hansısa ağıllı və ya axmaq fəaliyyət göstərən bir sürü nomenklatura ordusu var. Bütün bunların hamısını siz öz işçilərini sayaraq onlara maaş və ya korrupsiya qırıqları verirsinizsə, bir nəzarət edin ki, bunlar sizin də təəssübünüzü seçsinlər. Mən xətrimə dəyər, necə olur ki, İlhamın haqqında bir şey danışırsan, heç bir troll diqqəti yoxdur. Heç kim oraya girib müəllifi ittiham eləmir. Amma vilayətin haqqında bir söz deyirsən, yer göy bir-birinə qarışır. Aləmlər kəlləmayallah aşır. Belə demək mümkündürsə, bunlar faktiki olaraq ölkə ictimaiyyətinə onu təqdim edirlər ki, bu İlham zad boş şeydir, o gic danışır orada, onun elə bir səlahiyyəti zad yoxdur. Əsas ölkənin yiyəsi, sahibi vilayətdir və yaxud Hikmət Hacıyevdir və yaxud əvvəl Əli Həsənov idi. Belə təəssürat yaranır. Mən şəxsən, məsələn, o yazıları oxuyanda belə qiymətləndirirəm. Nəysə, Natiq bəy, yekunlaşdıraq hər halda bugünkü söhbətimizi. Değerli izleyiciler, lütfen yayını her iki kanalda beğenin, paylaşın ve her iki kanala Azerbaycan Sadi ve Natiq Adilov YouTube kanalına abone olmayı unutmayın. Salamat kalın. Sağ olun bey.